Hər salam deməli pulsuz elmas. Yəni hiylə zat heç bir şey deyil də bu. Pulsuz elmas qazanmağın axır ki yolunu tapdım. Sizi qazandırmaq. Yəni çox super bir yoldur. Həqiqətən də hər biriniz qazanacaqsınız elmas. Yəni bura nə pul ödəmək lazım deyil, nə də bir şey. Əminliklə deyirəm ki, yəni Azərbaycanda belə bir elmas qazanmaq yeri yoxdur, yəni pulsuz şəkildə. Yəni elmas xərcləmək saat hər şeyin başını buraxmışıq. Artıq keçmişik sizə pulsuz elmas qazandırmağın yolunu göstərmək. Yəni təkcə idinəm. Yəni yenə deyirəm idinə, idinizi yazdığınızı yapışdırdınız, elmasınızı əldə edirsiniz. Amması var. Amması var. Amması nədir? Amması aktivlikdir. Aktivlikdir. Hər bir şəxs, aranızdan hər bir şəxs daxil ola bilər, qazana bilər elmaslar, yəni pulsuz şəkildə. Pulsuz şəkildə elmaslar qazana bilər. Keçid eləyək sizə oyun göstərim uzatmadan. Yəni necə qazanmaq olar, nətər qazanmaq olar, özünüz də şok olacaqsınız. Amma belədir ki, yəni həqiqətən də qəşəng çoxlu elmaslar qazansa. Yəni pulsuz şəkildə, yəni deyirəm pulsuz şəkildə çoxlu elmaslar qazansa. Yəni Azərbaycanda yoxdur belə bir şey. Azərbaycanda yoxdur belə bir şey. Biz sizə görə izləyicilərimiz üçün, ancaq YouTube izləyicilərimiz üçün belə bir şey gətirdik ki, sizi elmas qazanmağınızı azadlaşdırır. Yorumları oxuyuram, çox adam elmas istəyir. Çox adam elmas istəyir, elmas istəyir, elmas istəyir. Biz də hər adama elmas belə yorumlardan çata bilmədiyimiz üçün, məsələn, ideyasız bəzilərinizin var, idinizə göndərdik. Çox sağ olun. Oradan sağ ol yazanlarınız da olur, yazmayanlarınız da olur. Amma belə göndərdik. Keçid eləyirik biz indi başqa yolla, başqa cür hasad qazanmaq, yəni sizə lap hasad qazandırmaq yoluna keçirik. Yəni bu şəkildə lap hasadlıqla qazanacaqsınız, daha çox qazanacaqsınız. Dəstəklərinizi də gözləyirəm. Deməli keçid eləyirik Instagrama. Gördüyünüz kimi keçid elədik. Stories. Görürüz biz ilk düz tapana hədiyyə. Bir istəcəl bir. Yəni bu cavab həqiqətən belə çətin suallar. Düzdür, suallarımız biraz çətindir. Məsələn, əgər sualdır, tapanmadınız, bilənmədiniz, götürürsünüz bu da bir üstəgəl bir bərabər deyəsiniz. Avtomatik cavabı çıxır bura. Avtomatik cavabı çıxır bura. Tap yazdınız, getdi bu belə. Məsələ həll elədik. Deməli, bu da düz tapan oldu, belə deyim, düz tapanlar olubdu. İlk işim düz tapır, onlara hədiyyə verdik. Paylaşırıq daha sonra siz görəsiniz deyə, yəni həqiqətən də həmin adama göndərdik. Yəni istəsəz özünüz də girib soruşa bilərsiniz. Hər kim ilk göndərdi. Sonra ikinci sualımıza keçək. Əlifbada ilk hansı hərf gəlir? Yəni bu, yəni elə bir suallardır ki, uşaqlara baxanda mənim gülməyim gəlir. Biraz bunlar. Hələ qızın qulaqları. Bu suallar yəni belə deyim, sizə nəyə görə belə hasad suallar hazırlayırıq? Bu suallarımız nəyə görə belə hasaddır? Başa salım sizə. Çünki bu da lap az yaşlılar var. Yəni bu da elə uşaqlar izləyir ki, həqiqətən də var. Məktəbə getməyən az yaşlı uşaqlar var. Və yaxud da olsun məktəbə gedənlər, aşağı siniflər var. Yəni bu da hamı deyim, böyük insanlar deyir ki, onlara sual verin. Məsələn, Hitlerin silahın namusu neçə santimetr idi, yəni nəsə başqa bir sual verim. Yəni elə suallar verəsi deyil, amma bu da yəni belə hasad suallar özümüz qəsdən veririk ki, az yaşlı izləyicilərimiz yəni hasadlıqla, yəni sizə görə, yəni çətinləşdirin deyirsiniz, az yaşlı uşaqlar çətinləşdirin deyirsiniz, çətinləşdirin, mənim üçün problem yoxdur. Elə suallar verərəm ki, bu da aylarla onun cavabını tapılmaz. Amma belə suallar yaxşı ki, hər biriniz tapa bilirsiniz, hər biriniz qazana bilirsiniz. Keçək digər sualımıza. Digər sualımız həqiqətən də çox gözəldir. Deməli, mən bu heyvan adını bilmirdim. Ona görə mənə maraqlı gəldi ki, bu heyvan adı nədir? Şəkildə hansı heyvandır? İlk adını düz tapana elmas hədiyyə. Bu həqiqətən də izləyicilərimiz yazandan sonra başa düşdüm ki, bunun adı pişikmiş. Buna pişik deyirlərmiş. Yəni suallarımız belə suallardır. Belə suallardır. Gəlirsiniz, iştirak edirsiniz, elmaslar qazanırsınız. Bilmirəm, bax sizin üçün bu şəraiti qurmuşam. Bu şəraitdir ya. Odalar keçirdik, odalarda elmas qazanmaq, heysə bincələnə elmas qazanmaq, başqa. Nələr keçirdirəm, klandır, elmas,
Veysilər keçirdirdim, birə-bir Veysilər, Elmas. Yadımdan çıxıb deyilməsə, yorum, YouTube'da ən aktiv yorum yazana, ən aktivlərə Elmas. Başqa, yəni bir çoxlar var da, mən indi yadımdan çıxıb da saydıqca da sayamayacağam. Yəni çox həqiqətən çoxdur, özünüz də yaxşı bilirsiniz ki, bizdə nə qədər Elmas paylamaqlar var. Yəni pulsuz şəkildə. Heç kim deyəməz ki, ödənişli düzdür, satdırıq da, ödənişli kimlər istəyir, ödənişli də əldə edə bilir, ödənişli də ala bilir. Amma ən çox biz pulsuz paylamağa üstünlük veririk, pulsuz paylayırıq. O da ki, belə deyim, yəni deyirəm, məsələn, aktivliyini göstərsə, ilk tapdım, Elmasını götürdüm. Həmən adamın story'də paylaşırıq ki, yəni, bilsin kimdir, nəçidir, yəni digərlər də bilsinlər kimdir oradan qalib gələn. Bəli, beləcənə. Sonra keçirik bura. Görünməz Yeti, Instagram adımız budur, zəhmət olmasa hər birinizdən xahiş edirəm. Instagram kanalımızı paylaşaq. Instagram abunəmiz hal-hazırda 152-dir. 2-3 gündə açılıbdır, yəni az vaxt açılıbdır. Bu 152-ni bir dənə biz bir dənə artıraq, bugün 200-ü keçməliyik mütləq. Yəni sizə inanıram ki, bugün 200-ü keçəcəyik. Həm siz abunə olsanız 200-ü keçərik, rahat, lapmini də keçərik. Bir də paylaşdınız storyinizdə, öz Instagram storyinizdə, dostunuza, tanışınıza desəz ki, belə bir pulsuz elmas qazanmaq yeri tapmışıq. Kimə desəz, hamısı abunə olar, təklifata. Bir dənə bu Instagramda qaldıraq. TikTokumuz hazırdır, qalxıbdır. YouTube'umuz hazırdır, qalxıbdır. Instagramımız qalxıbdır. Deməli, bu da gördüyünüz kimi ilk öncə aşağıdakı Big Oliver'dir. Bu canlı yayım açılan. Yuxarıdakı da görürsünüz link. O da WhatsApp'da hesab satılma qrupudur. Orada biz hesablar satırıq. Belə deyim sizə. Məsələn, siz hesabınızı mənə göndərirsiniz, məlumatlarını yazırsınız. Hesabınızın nə bağıdır, neçə geyimi var, neçə ifadəsi var, ev olar zatlar. Onu mən paylaşırım. Yəni qrup mesaj yazmaq bağlıdır, çünki icazə vermir ki, yəni başqaları mesaj yazsın. Yəni orada başlayır söhbət sad olur, ondan sonra hesabları itir. Amma bu şəkildə hesablarınızı daha çox adam görəcəkdir, daha tez satılacaqdır və yaxud da ki, siz daha sizə uyğun olan hesablar tapa biləcəksiniz. Yəni bu şəkildə. Bəli. Pulsuz elmaslar istəyirsinizsə də gələ bilərsiniz, gəlirsiniz, qoşulursunuz. Hələ ki, Instagram kanalımıza. Instagramda, YouTube'da hamısını da paylayırıq. Ən çox da Instagramda, hal-hazırda deyim, Instagramda qazanmayan olmayacaqdır. Yəni o dərəcə deyim, yəni həqiqətən çox paylanacaq. İndi birazdan yenə sual verəcəm, bir sual verəcəm. Videonu paylaşacağım, videonu paylaşandan təxmin deyim 1 saat sonra. 1 saat sonra yenə sual verəcəm. Bəlkə bugün 2, 3, 4, 5 dənə sual verdim dalğadan. Dəqiq deyəməm, vaxtımdan asılıdır. Nə qədər olsa bacarsam bugün suallar verəcəm sizə. Yəni bu deməkdir təkcə bugün verdim qutardı yox, həmişə olacaq suallar. Deməli 5000'lik elmas yarışımızdır. 86 nəfər yorum yazıbdır. Gəlirsiniz, qoşulursunuz. Ən çox kimin yorumuna bəyəni gəlirsə də biz ona həftə 5000 elmas verəcəyik. 5000 elmas. Gəlirsiniz, qoşulursunuz. Pulsuz şəkildədir. Təkcə lazım istədiyimiz şey sizə bizim kanalımıza abunə olmağınızdır. Başqa heç nə. Əgər takip atırsınızsa da, abunəsizsə də, yəni qoşulmuş sayılırsınız da, yorumunuz yazsınız. Dostunuza, tanışınıza, yolda keçinək, küçədən keçinək deyirsiniz, bir dənə like at və salam, hazırdır, qalib gələsiniz, yəni unutsunuz. Elmas qiymətlərimizdə, elmas qiymətlərindən sizə danışım. Deməli, 110 elmas 2 manat, 220 elmas 4 manat, 341 elmas 5 manat, 572 elmas 8 manat, 1166 elmas 15 manat, 1763 elmas 23 manat, 2398 elmas 30 manat, 3564 elmas 45 manat, 4792 elmas 60 manat, 6160 elmas 80 manat, 7194 elmas 90 manat, 11990 elmas 150 manat, aylıq 13 həftəlik 3 manat, səviyyə atlama 5 manat. Yəni, münasib qiymətlərdir, ucuzdur, belə deyim. Yəni, ucuz elmaslardır. Kim istəsə gəlib ucuz şəkildə elmaslar əldə eləyə bilər, ala bilər, problem yoxdur. O klanımızdır. Bu ilk paylaşdığımız postu 23 fevralda paylaşmışdıq. İlk postumuz, ondan sonra deyəsən heç istifadə eləmədim Instagramı. Təzədən 3 mart başladım Instagram istifadə eləməyə. Bəli. Bu qədər.
Sizi gözləyirik, gəlin abunə olun. Kombimiz necədir? Belə bir dənə kombi. Nasıl belə güclüyə görsən, hə? İdmançı yox. Kombimiz də geçəkdir. Beləcə, videomuz elə bura qədər. Sağ olun, var olun. Hər biriniz özünüzdən müğayət olun. Nə yenilik gətirək, nə çıxardaq, nə əlavə eləyək. Hamısını da qeyd eləsiniz, nəzərimizə çatdırasınız. Bir də biomada yazmışam, belə də oxuyum deyim. Bioma yazmışam. Gözlüyümdən açılsın. VPN ilə girmişəm deyə biraz gecə açılacaq. Çünki Instagram bizdə VPN ilə işləyir. Ona görədir. Deməli 600 azın yarışı ən çox klan savaşı qasan 12 nəfər 50 manat. Bu da eləyir 600 manatda ümumi. Bizim klana gəlsiniz, klanımıza ən güclü klan savaşları kasan lazımdır. Klanımızı top 10'a salasınız. Bu qədər sıxdır. Bundan artıq yazmaq olmur. Məsələn, baxın, bu qutardı. Bundan artıq yazmaq olmur. Qeyd edin. Gəlsiniz, top 10'luğa girməkdir. Top 10'luğa girdiksə də əziyyət çəkən 12 nəfərin hərəsinə 50 manat pul verir. Ümumi 600 manat. Yəni kim istəsə gəlib bizlə əlaqə saxlayıb qoşula bilər. Qoşula bilər. Klan savaşlarının güclü oyuncuları lazımdır bizə. Gəlib qoşula bilərsiniz. Videomuz hələ bura qədər. Sağ olun, var olun. Hər biriniz özünüzdən müğayət olun. İnşallah gələn videolara qədər tezliklə videolar gələcək.